Mən Səmədov Səlim, şəhid Elşən Səmədovun atası, aprel şəhidi, dövlətimizin başçısı Cənab İlham Əliyev prezidentimizə öz minnətlərimi bildirirəm. Azərafda yolun rəhbəri Salih Məmmədovə öz təşəkkürümü bildirirəm. Rayon İcra Hakimiyyəti Tahir Məmmədova öz təşəkkürümü bildirirəm. Nazım müəllimə öz təşəkkürümü bildirirəm. Hər birinə öz minnətlərimi bildirirəm ki, öz qayğıların həmişə şəhid ailələrini əsirgəmirlər, həmişə şəhid ailələrin yanında olurlar. Allah hər birinə razı olsun, hər birinizin razı olsun ki, şəhid ailələrini, yəni hər biriniz qayğı göstərdiyinizə görə, istər onun rəhbəri, istər onun işçiləri, hər biri öz köməyi, öz əllərindən gələn yəni çalışırlar, öz qayğılarını göstərirlər. Allah razı olsun, yenə bir də hər birinizə. Allah rəhmət olsun. Allah köməyi. 28 mart 2025-ci il Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Şamaxı rayonunda yerləşən 19 nömrəli xüsusi təyinatlı yol istismar MMC tərəfindən Şamaxı rayonu Göylər kəndində aprel döyüşləri zamanı şəhid olmuş şəhid Səmədov Elşən Səlim oğlunun evinin həyətində asfaltlanma işi görülür. Bak şöyle mi? Orası